Kişi gedir o qadını elə bir qadından aldadır ki, elə bir qadından xəyanət edir ki, yəni o dırnağının toz olmayacaq bir adam. Teleaparıcı Şəbnəm Naiblinin son açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub. Plus TV xəbər verir ki, aparıcı iş yüzü verilişində ailə münasibətləri mövzusunda səsləndirdiyi fikirlərlə diqqət çəkib. Şəbnəm Naibli bəzi qadınların ailə həyatında sərhədləri aşdığını qeyd edərək münasibətlərdə qarşılıqlı hörmətin vacibliyinə toxunub. O həmçinin kişilərin öz xanımlarına sadiq qalmasının ailə dəyərlərinin qorunmasında əsas amil olduğunu bildirib. Məsəl üçün cinsel tərbiyə məsələsi. Elə qadınlar var ki, yəni yoldaşına yaxşı görünməkdən ötəri yoldaşı nə desə eləyir. Yəni cinsəllikdən təbii ki, söhbət gedir. Yəni yoldaşının bütün nazı ilə oynayır. Sağ ol. Nə eləyir? Yoldaşına görə. Nümunəvi bir ailədir. Kişi gedir o qadını elə bir qadından aldadır ki, elə bir qadından xəyanət edir ki, yəni o dırnağının toz olmayacaq bir adam. Bunlar niyə görə normal ailələr dağılır, niyə görə? Hər şeydən amma əməli cavabı qadınlara daha çox dəyər verirlər. Belə kişilər, bəziləri evindəkini unudurlar və digər güclü olan, iradəsi güclü olan qadınlar namusundan, qeyrətindən hər şeyə dözüb otururlar. Amma iradəsi zəif olanlar qisas alma məqsədi ilə digərinə gedirlər. Ailələrdə düzgün ailə cinsel tərbiyə yoxdur. Həmən insanın ruhu, üzr istəyirəm dönə-dönə, həmən kişilərin ruhu fahişədir. Onlar normal insanla yola gedə bilməz.